Hələ Skandinaviya turnesinə hazırlaşarkən mən Stoqolm şəhərini məhz elə bu cür təsəvvür edirdim. Gözəl və samballı. Ona görə yox ki, hələ Bakıda olarkən oralar.az internet saytının köməkliyi ilə İsveç haqda kifayət qədər məlumat toplamışdım. Məlumatı mən başqa Skandinaviya ölkələri haqda da əldə etmişdim. Mən sadəcə logika deyilən hissiyatı işə salıb həmin təsəvvürü özümdə yaratmışdım. Qədim zamanlarda bu bölgədə ağalıq edən məhz elə İsveç dövləti idi. Helsinki o vaxtlar Stoqolmun heç mikrorayon rolunu da oynamağa qadir deyil idi. İsveç dəniz donanması bütün qonşuları qorxu içində saxlayırdı və Stoqolm bütün bölgə lideri olaraq sanki metropoliya qismində çıxış edirdi. Finlandiya isə sadəcə bir koloniya kimi qıraqda boynunu bükmüşdü. Bu səbəbdən də düşünürdüm mən, İsveç krallarının paytaxtı həmin lider və metropoliya adına layiq olmalıdır. Və oldu. Helsinki şəhərindən sonra Stoqolm şəhəri öz möhtəşəmliyi və gözəlliyi ilə ürəyimə qəbələ balı kimi yayıldı. Çünki təsəvvürlərimə xəyanət etmədi. Düzdür, çiskin yağış və buludlu hava ümumi görüntünü bir qədər solğun edirdi. Lakin yalnız kamera üçün. Canlı yayımda isə Stoqolm belə qeyri-adi iqlim şəraitinə baxmayaraq öz gözəlliyini gizlədə bilmirdi. Qeyri-adi, çünki adətən yanvar ayının əvvəllərində bu gözəlliyə xüsusi fon verən ağappaq qar olur. Sanki gözəl brilyantı incə pərdəli ağ qızıla yerləşdirirsən. Amma brilyant elə brilyantdır. İstər qızıla bürünsün, istərsə çılpaq. Öz təkrar olunmaz möhtəşəmliyi ilə o bütün qadınların ürəklərini çırpındıracaq. Ürəkləri çırpındıracaq, Azərbaycan Beynəlxalq Bankının kredit kartlarını isə boşaldacaq. Stoqolm şəhəri hər bir gözəllik kimi çox vəsait tələb edən şəhərdir. İsveç ümumiyyətlə bahalı ölkədir. Bahalı restoranlar, bahalı dükanlar, bahalı avtomobillər, bahalı qadınlar. İsveç qadınları Fin qadınlarından sonra gözəllik konkursunu rüşvətsiz udmağa qadir görsənirdilər. Elə bil Fransadan birbaşa qayıdırsan Bakıya. Hər iki halda zahiri çirkinliyi əvəz edən cazibədarlıq kişi ürəklərini heç də brilyantdan zəif çırpındırmırdı. Stoqolm qadınlarının 90%-i ağsaçlıdır. Qadın psixologiyasını ümumiyyətlə anlamaq çox çətindir. Beynəlxalq sığorta şirkətinin sığorta polisləri bu halda gücsüz və aciz görsənirlər. Düz saçlı saçını buruldur, qıvrım saç düzəldir, yandırıcı qara saçlılar isə Bakının bütün perigidrol ehtiyatlarını boşaldıblar. Stoqolm qadınları öz saçlarına hörmətlə yanaşırlar. Allah verən rəngi dəyişmək haqda az kimsə düşünür. Və İsveç paytaxtında diqqətli nəzər ilk növbədə natural ağsaçlıların cazibədarlığını qeyd edir. Geyimdə isə İsveç qadınları elə də böyük orijinallıqla seçilmirlər. Hərçənd ki, çox səliqəli və dəbdəbəli görsənirlər. Yəni onlarda Paris küçələrini bürümüş geyim biganəliyi yoxdur. Ruslar demiş, skromno, no sa vkusom. Davranışlarında da liberaldılar. Siqaret çəkirlər, deyib gülürlər. Amma yenə də müəyyən normalara riayət edirlər. Butulqadan pivə içən qadın Stoqolmda görmək mümkün deyil. Kişilər də həmçinin. Skandinaviyada ümumiyyətlə kişilər çox böyük zövqlə geyinirlər. Amma eyni zamanda bir qədər inkubator sayağı. Şimal paytaxtlarda işgüzar adamlar eyni tipli görsənirlər. Yumru burunlu qara çəkmə, tünd şalvar, açıq pəncək, qalstuk, palto və diplomat. Nazir də belə geyinir, aparıcı mütəxəssis də. Lakin həm çəkmə, həm şalvar, həm pəncək, həm palto, həm də diplomat hökmən təzə və bahalı olacaq. Qalstukunu tez-tez dəyişəcək, pəncəyi isə köhnələn kimi təzəsi ilə əvəz edəcək. Çünki maaşı buna imkan verəcək. Yaşayış tərzinin səviyyəsinə görə Norveçə çatmasa da İsveç firavan yaşayan ölkədir. Bu o demək deyil ki, Stoqolm küçələrində dilənçi filan yoxdur. Var, amma o dilənçilik etməsə də acından ölməz. Sadəcə gündə keflənmək üçün heç bir işsizlik yardımı bəs etmir. Lakin bütövlükdə İsveç vətəndaşları çox tox və razı görsənirlər. Həm həyatdan razı, həm özlərindən. Və özləri bəstələdikləri təranələri Avstriya hava yolları ilə Stoqolm şəhərinə təşrif buyurmuş oralar komandasına təmənnasız olaraq açıq ürəklə bəxş edirlər.
Improtex Travel şirkəti Novruz bayramına Londona getmək üçün xüsusi qrup yığır. Cəmisi 20 nəfər. Birbaşa uçuş, mərkəzdə otel, maraqlı ekskursiyalar. Dönə-dönə məsləhət görürəm. Açığı vaxtım olsaydı, mən də gedərdim. Londonla görüş hər bir halda və hər dəfə məndə yalnız xoş təəssüratlar doğurur. Lakin Londondan fərqli olaraq Stokholma səfər təşkil etmək elə də asan iş deyil. Çünki İngiltərədən seçilərək İsveç dövləti Şengen sazişinə daxil olan ölkədir. Bu səbəbdən də oralara getmək üçün Şengen vizası tələb olunur. Şengen vizasını isə Bakıda yalnız diplomatlara və Azərbaycanın avtomobil parkını zənginləşdirənlərə verirlər. Amma Şengen sazişinə daxil olmağına baxmayaraq, Avropa İttifaqının üzvü İsveç Avrozonaya təşrif buyurmaqdan imtina edib. Bu səbəbdən də Bakıdan gətirilən nəqd avro pulları burada yersiz və lüzumsuz görsənirlər. Küçədə hamburger satan isə kredit kartını götürmür. İstər Azərbaycan Beynəlxalq Bankının kartı olsun, istər yerli Zverkassanın kartı. Lakin belə prinsipial maliyyə patriotizm hisslərini hamı nümayiş etdirmir. Küçədə ayaqüstü qəlyanaltı etmək istəyəndə mənim arzularım puça uğramadı. Finlandiyada fərqli olaraq burada avro pul vahidi işləmir. Yalnız yerli kronalar. Krona da burada. Amma bir yer tapdıq burada. Hot dogu, sosiska çörəyi avro ilə satırlar. Stokholm küçələrində kafe və restoran kifayət qədərdir və Skandinaviya ənənələrinə sadiq. Əgər restoran qapısında alov yanırsa, deməli qonaqpərvər şef-povur öz məharətini göstərməyə hazırdır. Restoranların ən sıx yerləşən məkanı isə köhnə şəhərdir. Əslində Stokholm başqa Avropa şəhərləri ilə müqayisədə elə də qocaman deyil. Əlbəttə, nisbətən. Bir şəhər kimi Stokholm yalnız 1252-ci ildə tarixə düşüb. O zamanlar Jarl Birger burada yaşayış məntəqəsi salıb, onu fəqət tranzit ticarət şəhəri kimi görürdü. Paytaxt kimi Stokholm ancaq 1634-cü ildə fəaliyyət göstərməyə başladı. İsveç krallığı mərkəzləşmiş dövlət kimi 13-cü əsrin ortalarından formalaşdı və Stokholm Qanzi ittifaqına daxil olub, gür iqtisadi inkişafa məruz qaldı. Stokholm şəhərində 1.600.000 sakin yaşayır. Lakin özləri dedikləri kimi böyük Stokholmdə. Stokholmun özündə isə 750.000 nəfər. Təəccüblənməyin, rəsmi olaraq bütün bu nəhəng sənaye mərkəzi Stokholm sayılır. Amma paytaxt sakinləri Stokholm deyəndə yalnız şəhərin özünü, yeni ətraf məhəllələri və sənaye zonalarını çıxmaqla nəzərdə tuturlar. Su üzərində gözəllik. Epitetlər xoşlayan tarixçilər İsveç paytaxtına bu adı veriblər. Epitetləri tarixçilərdən də çox sevən jurnalistlər isə onu Şimalın Venesiyası adlandırırlar. Stokholm həqiqətən də sudan bol görsənir. Şəhərin hansı tərəfinə getsən, çox saylı körpülərdən keçməli olacaqsan. Çünki şəhər 14 adanın üstündə tikilib. Melarin gölü isə onu Baltika dənizi ilə birləşdirir. Bu səbəbdən də Şimalın bütün kruiz marşrutları Stokholmu öz cərgələrinə daxil edirlər. Həm kruiz marşrutları, həm də yaxta ilə səyahət edən turistlər. Şəhərlə gəzərkən bahalı yaxtaları düz şəhərin ortasında görürsən. İsveç ümumiyyətlə dəniz paytaxtı hesab olunur. Çünki dənizçilik ənənələri burada çox dərin kök salıblar. Həm ticarət dənizçiliyi, həm hərbi. Lakin bugün hərbi dənizçilikdə İsveç həm birinciliyə malik deyil, həm də buna ehtiyac duymur. Qonşuları ilə düzgün münasibət qurmağı bacaran İsveç səylərini işğalçılıq ideyasının inkişafına yox, öz əsas şəhərinin gözəlliyinə və bərpasına yönəldib və səylərin həyata keçirilməsində heyrətamiz səliqəlik nümayiş etdirir. Köhnə şəhərdə böyük məhəbbətlə qorunan qədim mərkəzdə bərpa işlərində mövcud olan təmizlik normaları adamı valeh edir. Beton qarışdırmaq istəyəndə onu 800 illik tarixi olan qəmbər daşların üstündə etmirlər. Səliqə saxmanla altına bir salafan salırlar ki, nə şəhərə yaradanların ruhu inciməsin, nə də tamaşaçıların zövqü. Şəhər təmizliyinə hamı hörmət göstərir. Fəhlə paltarını geyinən usta da, bahalı kostyum geyinən şəhər başçısı da.
İsveçin müasir tarixi Nobel adı ilə sıx bağlıdır. Nobel adı isə Bakı tarixi ilə. O vaxtlar Nobel qardaşları İsveçdə silah istehsalı ilə məşğul olurdular. 1873-cü ildə Robert Nobel qardaşı Ludwigin tapşırığı ilə Qafqaza gəlir. Buradakı qoz və fındıq ağaclarının tüfəng istehsalında nə qədər yararlı olmağını öyrənmək üçün. Lakin Bakıya gəlib Robert anlayır ki, neft biznesi daha əlverişli və daha gəlirli biznes ola bilər. Və üç qardaş 1879-cu ildə bizim şəhərdə neft şirkəti yaradıb, onu dünyanın ən nəhəng neft kompaniyasına çevirirlər. O vaxtlar dünyada istehsal olunan bütün neftin 50% Bakının payına düşürdü. Bu 50%-in yarısı isə Nobel qardaşlarına məxsus idi. Bakının inkişafında onlar mühüm və danılmaz rol oynamışdılar. Yeni texnologiyalarla yanaşı, onlar Bakıya yeni yaşayış standartları da gətirmişdilər. Elektrik işığı, kitabxana və xəstəxana, telefon və təmiz içməli su. Hər gün Volqa çayından fəhlələr üçün içməli su gətirilirdi. Oradan su gətirirdilər, buradan neft aparırdılar. Nobel qardaşları ilk dəfə nefti tankerlərlə daşımağa başlayanda gələcəyi görməyən biznesmenlər onlara gülürdülər. Lakin tarixdə bu nadan gülüşlər yox, Nobellərin nailiyyətləri qaldı. İlk dəfə Abşeron yarımadasında quyular qazan qardaşların xatirəsi Bakıda unudulmur. Nobel prospekti, Villa Petrolia. Əgər bugün Villa Petrolia kimi biz yalnız BP Amıq şirkətinin yerləşən binasını tanıyırıqsa, o vaxtlar böyük bir qəsəbə belə adlanırdı. Nobel qardaşlarının fəaliyyəti bütövlükdə Bakını dəyişdirdi. Provinsial bir şəhərdən o dünya əhəmiyyətli biznes mərkəzinə çevrildi. Nobellərin rolu Bakının inkişafında danılmazdır. Amma Bakımızın da rolu Nobellər üçün əvəzsizdir. Lakin yalnız Nobellər üçün yox. Nobel mükafatını hər il alan insanlar bilməlidirlər. Nobel fondunda cəmləşən pulların 30%-i öz köklərini Bakıdan aparır. Helsinkidən fərqli olaraq Stockholmda əcnəbilər çoxdur. İmmiqrantları nəzərdə tuturam. Bəlkə elə ona görə də burada çöldən bahalı satdıq paltar asanda onu qıfıllayırlar. Lakin qıfıl həmişə yardımçı ola bilmir. Helsinkidə mən küçədə təkərsiz velosiped görmüşdüm. Velosipedin özü qalmışdı, təkərini isə oğurlamışdılar. Stockholmda isə əks şəklinin şahidi oldum. Təkər toxunulmaz görsənirdi, velosiped isə qeybə çəkilmişdi. Görünür, beynəlxalq dərəcəli oğru belə məzələnirdi. Bu şəhərdən təkər, o şəhərdən rama və konstruktor kimi bir velosiped yığıb Stockholm'a gəzməyə çıxır. Lakin oğurluğa ehtiyac yoxdur. Velosiped kirayəsi burada o qədər ucuzdur ki, ikisini birdən götürmək olar. Amma deməzdim ki, Stockholmda velosiped sürənlər elə də çox görsənirlər. Amsterdamla müqayisədə demək olar ki, çox aşağı səviyyədə. Burada daha çox metro populyardır. Müasir turniketlər, müasir eskalatorlar, müasir qatarlar. Bir vaqondan o biri vaqona keçmək üçün dərvazə açmaq lazım deyil. Ikarus avtobuslarını xatırladan Stockholm metrosunun vaqonlarını heç nə aralamır. Bilet al, məqsədinə çat. Həm yerin altı ilə, həm də yerin üstü ilə hərəkət edən Stockholm metrosuna bilet satan xidmətçilər əsasən xaricilərdir. Üçüncü dünyanın nümayəndələri. İşçi qüvvəsini xaricdən qəbul edən İsveç hökuməti bu siyasətdə maraqlı məhdudiyyətlər qoyur. Metroda oturub bilet sata bilərsən, amma məsələn qazet paylayan işləyə bilməsən. Stockholmda səhərlər evlərə qazet paylayan poçtalyonlar elə yüksək maaş alırlar ki, bu vəzifəyə cəsarətlə müsabiqə elan etmək olar. Lakin bu vəzifəyə müsabiqə yolu ilə düşmək mümkün deyil. Kimi qohumunu gətirir, kimi dostunu. Amma hər bir halda o yerli sakin olmamalıdır. Qazet buraxan nəşriyyatlar və mətbuat yayımı ilə məşğul olan şirkətlər elə yüksək məvacib verirlər ki, bu çörəyi özgəsinə vermək anormal və məntiqsiz sayılır.
Sözə gələn həftə, daha dəqiq desək martın 9-da Qərib Azərin müəllif verilişinin düz 4 yaşı tamam olur. Bu müddət ərzində çəkiliş qrupumuz 30-dan artıq ölkəyə səfər edib, sizlərə 200-ə yaxın verilişlər bəxş etmişdir. Yaxşımı, pismi, bunu yalnız siz tamaşaçılar deyə bilərsiniz. Bu münasibətlə Oralar.az internet saytı qısa müddətli müsabiqə elan edir. Oralar verilişinə ünvanlanan ən orijinal təbrikin müəllifi bizdən xatirə hədiyyəsi alacaq. İndi ekranda gördüyünüz ünvana göndərilən təbriklərin ən orijinalı martın 9-da bizim ad günümüzdə Oralar.az saytının ön səhifəsində yerləşdiriləcək və qalibin adı martın 10-da efirə çıxacaq verilişdə səsləndiriləcək. İstədiyiniz dildə yazın və göndərin. Göndərin ki, biz də ruhlanıb yeni ölkələrə, yeni şəhərlərə səfər edək. Oraların ənənələrini, oraların tarixini öyrənək və tarixdə iz qoyan insanlarla sizləri tanış edək. 1523-cü ildə Danimarka hökmdarlığından öz ölkəsini xilas edən Gustav Vasa İsveç kralı seçilir və öz adını tarixə qızıl hərflərlə yazır. Bu tayfanın ən layiqli oğlu isə 2-ci Gustav Adolf Vasa hesab olunur. Məhz onun dövründə İsveç güclü Avropa ölkəsinə çevrilir. Lakin baxmayaraq ki, İsveç bugün də monarxiya ölkəsidir, Vasa tayfası artıq taca idarə etmir. 19-cu əsrdə övladı olmayan 13-cü Karl dərin fikrə gedir. Hakimiyyəti kimə tapşırmaq və məsləhət üçün Napoleona müraciət edir. Napoleon isə bu vəzifəyə keçmiş məşuqəsinin həyat yoldaşını Jean-Baptiste Bernadotte təklif edir. Həm də Jean-Baptiste Napoleonun böyük qardaşı Joseph-lə bacanaq idi. Lakin bu namizəd yalnız qohumbazlıq prinsipləri ilə seçilməmişdi. Marshal Bernadotte Napoleon ordusunun ən nüfuzlu cəngavərlərindən biri idi və onun Belçika və Almaniya hərbi kampaniyalarında olan rolu əvəz olunmaz hesab olunurdu. Lakin tacdan getməyinə baxmayaraq Vasa tayfası tarixdə əbədi qaldı. Finlandiyada Vasa şəhəri, İsveç tarixində ən şöhrətli Vasa gəmisi və İsveçin ən samballı ordenlərindən olan Vasa Kral ordeni. Maraqlıdır, 1896-cı ildə Bakı milyonçusu Əli Abbas Dadaşov həmin ordenlə təltif edilmişdi. Nəyə görə, hansı xidmətlərinə görə məlum deyil. Lakin Stockholm arxivlərində bu haqda materiallar olmalıdır. Sadəcə bu məsələ ilə məşğul olan tədqiqatçılar, o cümlədən mərhum milyonçunun varisləri həmin arxivlərdə işləmək üçün sponsor dəstəyinə ehtiyac duyurlar. Kim bilir, bəlkə də bu verilişi baxandan sonra bugünkü milyonçular o vaxtki milyonçu Əli Abbas Dadaşovun İsveç tarixində olduğu rolu öyrənmək üçün mesenatlıq ənənələrinə sadiq qalaraq öz yardım əllərini tədqiqatçılara uzadarlar. Həm savab qazanarlar, həm təşəkkür hissləri. Salamat qalın.